Gəncədə 3 nəfər bıçaqlandı, biri öldü. Hadisənin təfərrüatlarını təqdim edirik. Hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. 3 nəfərin mübahisəsi sonda birinin ölümü ilə nəticələnib. Belə ki, 30 yaşlı Eyyub Talıbov, 31 yaşlı Osman Nağıyev və 29 yaşlı Alim Quliyevin mübahisəsi ölümlə bitib. Hadisə nəticəsində sonuncu Eyyub Talıbov həyatını itirib. O, əməliyyat masasında keçinib. Dünən bizə bir vətəndaş daxil olmuşdur. Talıbov Əyyub Əlioğlu 1995-ci təvəllüd döş qəfəsinin sağ tərəfinin daxili keçən kəsilmiş, deşilmiş yaralanması, kəskin qan itirmə, yəni şok dərəcədə, ağır dərəcədə. Bunu təxirə salınmaz əməliyyata götürdük. Əməliyyat zamanı vəziyyəti çox ağır olduğu üçün, çox həddindən artıq qan itirdiyi üçün, hədlə uzlaşmayan travma üçün xəstədə əməliyyat sonucunda ölüm baş vermişdir. Müvafiq tədbir gördük. Masaj, ürək masajı, konservasiya çox tədbirdə o nəticə vermədi. Hadisə nəticəsində yaralanan Osman Nağıyev isə Gəncə şəhərindəki bir saylı birləşmiş xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırdır. Keçirilən əməliyyat tədbirləri ilə Eyyub Talıbovu qətlə yetirməkdə şübhəli bilinən Alim Quliyev də saxlanılıb.